Euzu billah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselam ala Resulillahil amin. Ve ala ehli beytihi etyarinel ahyarinel muntecebin. Ve la'netullahi ala a'daihim ecma'in. Minel ana ila liqai yevmiddin. İbadallah, usikum və nəfsi bitəqvallah. Allah bəndələri, əziz möminlər, əziz cümə iştirakçıları, özümü və sizi təqvalı olmağa çağırıram. Muhammed Ali Muhammedə bir dənə salavat deyək. Allahümmə səllə alə Muhammed və Ali Muhammed və əccil fərəcəh. Seyd elə bil bu işləməyir deyəsən. Zəhmət olmasın. Cümə günüdür, öz ölənlərimizi yad edək. Cəmi əhl-i beyt dostları ki, dünyalarını dəyişiblər, olan hamısını yad edək, bir dənə də salavat deyək. Allahümmə səllə alə Muhammed və Ali Muhammed və əccil fərəcəhum. Əziz möminlər, əziz möminələr, bildiyiniz kimi mübarək, müqəddəs, mənəvi 3 ayları yaşayırıq. Hansı ki, bu mənəvi 3 aylar doğrudan da mənəviyyətin baharıdır, dirçəlişidir. Hər kəs bütün zamanlarda yaxşı əməl yerinə yetirsə gözəldir, fərqi yoxdur. Amma bu aylarda xüsusi ehtirama malik olduqlarına görə bu aylar bizə tövsiyələr eləyiblər ki, bu ayda daha sürətlə mənəvi yüksəliş əldə eləyə bilərik, daha sürətlə Allah qatında özümüzü bağışlada bilərik. Keçən dəfə möhtərəm İmam Cüməmiz Rəcəb ayının fəziləti haqqında danışmışdı ki, bu ayın nə kimi fəzilətləri var ki, insan bu aya daxil olanda hiss eləsin ki, doğrudan da Allah ayını yaşayır. Təbii ki, bunlar əməllərlə bu insanı bu hissi özündə keçirə bilər, bu ləzzəti özündə duya bilər. Amma mən bu xütbədə, ilk xütbəmizdə Rəcəb ayında hansı əməllərin daha çox fəziləti var, ondan danışacağıq. Deməli, Rəcəb ayının özünün xüsusi əməlləri var. Keçən dəfə söhbət oldu bu haqda, işarələr oldu. Mən sadəcə təkrarlayıram, yadınıza salmaq ünvanında. O əməllərin ən fəzilətlisindən biri sədəqə verməkdir. Həzrət Əli əleyhissalam buyurur ki, hər kəs bu ayda sədəqə versə Allah yolunda, Allah onu elə əzizləyər, ona elə ikram eləyər ki, nə bir göz görüb, nə bir qulaq eşidib, hətta heç kəsin fikrindən belə keçməyibdir. Təbii ki, bu sözü İmam Əli əleyhissalam danışır, hansı ki, haqqında ayə nazil olubdur. Ruku halında bilirsiniz, Maidə surəsindəki buyurulur, ruku halında zəkat verdi, sizin vəliniz və əmiriniz, o İmam Əli əleyhissalamdır. Bütün İslam məktəblərinin, müfəssirlərinin danışdıqlarına görə, dediklərinə görə, o zaman ki, məscidə bir sail gəlmişdi və müsəlmanlardan məscid əhlindən yardım istəyirdi, heç kəs ona diqqət eləmirdi. Həzrət Əli əleyhissalam ibadət halında idi və işarə elədi, İmam Əli əleyhissalam üzüyü gəldi, sail əlindən çıxartdı, onda bu ayə nazil oldu. İmam Əli əleyhissalam, yəni hətta ibadət halında da olsa, saili, möhtac insanı unutmur. Deməli, birinci əməli ki, dedik, bu ayda çox tərif olunubdur, çox tövsiyə olunub, sədəqə verməkdir. İkinci əməl qüsül verməkdir. Mən sadəcə olaraq təkrarlayıb keçəcəm, məqsədim bunlar deyil. Qüsül vermək bu ayın əvvəlində, ortasında və sonunda qüsül verməkdir. Təkid olunub deyə hər kəs bu ayda bu 3 qüsülə riayət eləsə, inşallah ki, bağışlanan şəxslərdən olar. Üçüncü buyurur ki, bu gün ərzində 1000 dəfə Qul Huvallah surəsini, İxlas surəsini oxumaqdır. Bunun sayı haqqında hədislər müxtəlifdir təfsir kitablarında. Mən görmüşəm, 100 dəfə də görmüşəm,
1000 dəfə də görmüşəm, 10.000 dəfə də görmüşəm. Hər halda 1000 dəfə gün ərzində bu İxlas surəsini oxumaq haqqında deyilən rivayət daha mötəbər rivayət kimi təqdim olunubdur, mənim bildiyim qədərində. Yəni, İxlas surəsini hər kəs gün ərzində 1000 dəfə oxusa, Peyğəmbər buyurur ki, Allah həmin şəxsə 1000 dənə Peyğəmbərə və 1000 dənə mələyə verdiyi əcri və savabı lütf elər, əta elər. Amma bu ayın ən mühüm əməllərindən, ən mühümü bəlkə də rastlaşdığımıza görə istiğfar eləməkdir. Gün ərzində də çox demək lazımdır, əstəğfirullaha və ətubu iləyh. 70 dəfə də deyiblər, amma hədislərin məzmunundan belə çıxır ki, buyurulur ki, günüz və gecəsində bu ayın əstəğfirullaha və əsəlhut tövbə, əstəğfirullaha və əsəlhut tövbə, bu da deyilib və əstəğfirullaha Rəbbi və ətubu iləyh də deyilibdir. Bu ayın Peyğəmbər ki, buyurur, Rəcəb Allahın, Şəban mənim ayımdır və mübarək Ramazan ayı ümmətimin ayıdır. Soruşurlar ki, ya Rəsulallah, bu sözün mənası nədir? Allah Peyğəmbəri cavabında, həmin şəxsin cavabında buyurur ki, onun mənası budur ki, bu ayda özünüzü bağışlanmışlardan qərar verin. Çalışın ki, Allahın rəhmət və məğfirət ayıdır. Bu ayda çox çalışın ki, Allah sizi bağışlasın. İmam Sadiq əleyhissalam da Peyğəmbərdən nəql elədiyi hədisdə buyurur ki, bu mübarək Rəcəb ayı möminləri bağışlamaq üçün qərar verildiyinə görə bu ayın adı Rəcəb ayıdır. Ona görə əziz dostlar, əziz qardaşlar, insan adət eləməyə çalışsın. Bəzi möminləri adam görür doğrudan çox şad olur ki, əlində təsbih ya o zikir sayanı, çoxlu salavat deyir, çoxlu zikir deyir. Gün ərzində işlə məşğul olan halda da eləyə bilər, yolla gedən halda da eləyə bilər. Xüsusi bəzi adamlar tənbəllik eləyir, elə bilir ki, xüsusi vaxt ayırmaq lazımdır. Əlbəttə, xüsusi vaxt ayırmaq lazımdır günün müəyyən zamanlarında, namaz vaxtlarında, müəyyən zamanlarında, günün müxtəlif zamanlarında vaxt ayırmaq lazımdır. Amma bəzən də görürsən, iş görən halda da, yol gedən halda da insan istiğfar eləyə bilər bu ayda. Bizə tapşırılmış o xüsusi zikirləri təkrar eləyə bilərik Allahın lütfündən. O əməllərdən biri ki, bizə tapşırılıbdır, onun biri də oruç tutmaqdır. Oruç tutmaq haqqında, yəni Rəcəb ayında oruç tutmaq haqqında Həzrəti Rəsul-i Əkrəmdən və Əhl-i Beyt əleyhimussalamdan çoxlu hədislər və rəvayətlər bizə gəlib çatıbdır. Soban adında Peyğəmbərin səhabələrindən biridir. O deyir, biz Peyğəmbərlə bir səfərə çıxmışdıq, harasa gedirdik. Yolumuz qəbirstanlıqdan düşdü. Allah Rəsulu gördü ki, orada dayandı, çox narahat oldu, hətta ağladı. Biz də qəmləndik, biz də narahat olduq. Dedik, ya Rəsulallah, nə olubdur? Peyğəmbər buyurdu ki, bu qəbirdən olan nalələri eşidirəm. Mən Allahdan istədim, dedi, Allah bunların əzabını yüngülləşdirdi. Amma dedi, əgər bunlar Rəcəb ayında bir gün də olsa oruç tutsaydılar, Allah bunlara bu əzabı verməzdi. Allah inşallah qismət eləsin. Bu sözləri danışırıq ki, praktiki olaraq həyatımızda imkan daxilində bir gün də deyilib mübarək Rəcəb ayında, 3 gün də deyilibdir bu mübarək Rəcəb ayında, əvvəl, orta, axırda deyilibdir, axır günlərdə deyilib ki, Rəcəb ayında oruç tutmağın nə qədər səbəbi var. İbn-i Babibeyh bizim məşhur mühəddislərdəndir. O nəql edir ki, Salim adında bir nəfər Rəcəb ayının axır günlərində getdi İmam Sadiq əleyhissalamın xidmətinə. İmam Sadiq əleyhissalam deyib, məni görən kimi dedi ki, Salim, bu ayda heç oruç tuta bilibsənmi? Mən dedim ki, ey Allahın Rəsulunun oğlu, təəssüf olsun ki, mən bu ayda heç oruç tuta bilmədim. Mənə deyir, İmam Sadiq əleyhissalam buyurdu ki, sən elə bir şeyi əldən veribsən ki, onun dəyərini yalnız Allah Taala bilir. Çox böyük bir dəyər, savab əldən veribsən, çox böyük bir savabı itiribsən.
Deyə mən soruşdum ki, ağa, indi məsələn ilk günlərində tuta bilmədim. Bundan sonraki günlərində, Rəcəbin axır günlərində heç olmasa oruç tuta bilərəmmi? İmam Sadiq əleyhissalam buyurdu, bəli. Sən, yəni hər günün orucu ayrıca ibadətdir. İmam Sadiq əleyhissalam çatdırır. Buyurur ki, kim Rəcəb ayının bir gününü oruç tutarsa, Allah onun ölüm andakı narahatçılıqlarını, ölümdən sonraki vəhşətini və qəbir əzabından xilas eləyər. Buyurur ki, hər kəs Rəcəb ayında 2 gün oruç tutarsa da, oruç tutmaq ona tofiq olarsa da, imkan olarsa da, qiyamət gününün böyük dəhşət və qorxusundan və narahatçılığından Allah Teala onu xilas eləyər. Yəni, hər günə dediyimiz kimi ayrıca ibadət səbəbi var, ayrıca, necə deyərlər, Allahın diqqəti və nəzəri vardır. Və bir məsələdə ki, bizə xüsusilə tapşırıblar, mənə rast gələn, əlbəttə hədislərin hamısı insanı rəğbətləndirir, bu tövsiyələrin hamısı insanı dediyimiz, sadaladığımız əməllərin hamısına insanı rəğbətləndirir. Amma elə bil ki, Quran oxumaq haqqında mən əlbəttə İmam Əli əleyhissalamdan səhifə məsələn eşitmişəm, daha doğrusu rastlaşıb hədis. Deyir ki, bu ayın ən fəzilətli əməli günahı tərk eləməkdir. Yəni, hər kəs bu ayda, yəni Rəcəb ayında ən fəzilətli əməl görmək istəyirsə də, o gərək günah eləməsin. Bu da deyilib hədisdə. Bir hədisdə də buyurulur ki, bu ayın ən fəzilətli əməli Quran-ı Kərimlə oxumaqdır. Quranla əlaqə qurmaqdır, Quran-ı Kərimlə ünsiyyət yaratmaqdır. Çünki burada Quran-ı Kərimin haqqında hədislər ki, buyurulur, deyir ki, insan əgər bir dənə yaxşı adam şəhid də olsa, Allah Teala qiyamət günü ona Quran oxumağı əmr elər ki, öyrədin. Və Quran oxuyar və ucalar. İmam Əli əleyhissalam buyurur ki, cənnətin məqamları Quran ayəsinin sayı qədərdir. Fəqrə irqa, oxu ucal. Yəni, nə qədər, əlbəttə burada əməl də xüsusilə tapşırılır, Quran-ı Kərimə oxuduqlarına, bildiklərinə insan əməl eləməyi. Amma oxumağın da ayrıca savabı vardır ki, bizə tapşırılıb Quran-ı Kərim gərək həmişə oxuna, xüsusilə dediyim kimi Rəcəb ayında gərək çox diqqət oluna, Quran-ı Kərimlə ünsiyyət qurulmaqsa, əlaqə qurulmasına çox tövsiyə olunubdur. İndi, məsələn, Quran-ı Kərimin hətta ayələrinə baxmaq tapşırılıbdır. Hədislərdə deyirlər ki, insan dəstəmazı, təbii ki, qüsul yerində, dəstəmazı olan halda barmağınla Quran-ı Kərimin ayələrinin üzərindən keçə-keçə ora nəzər eləsin. Bunun da savabı var. Quran-ı Kərimi qulaq asmağın, indi bir adam oxuya bilmirsə, mömin üçün həqiqətən ayıbdır. Doğrudan çox ayıbdır ki, bir adam deyir, mən Allahın bəndəsiyəm, hətta iddia eləyir ki, möminəm, Allahın kitabını oxuya bilməyəm. Oxuya bilməyə heç çox oxuya bilənlər var ki, il ərzində bəlkə Quran-ı Kərimin üzünü də açmıyorlar. O da ayrı tofiqatsızlıqdır. Amma ayıbdır ki, insan Allah Teala bəşərin hidayəti üçün, hətta qiyamətdən sonraki həyatın inkişafı üçün Quran-ı Kərimdən istifadə olunmalıdır. Bu tuşəni, bu azuqəni buradan götürməlisən. Keçən cümədə əməl haqqında danışmışdıq. Ayıbdır ki, insan Allahın buna nazil elədiyi kitabdan xəbərsiz olsun. Oxuya bilməmək ayrı. Ən azından tərcüməsini oxusun. Tərcüməsini oxuyanda yaxınlarda dostların birinə söhbət edir, uzun illərdir, namaz əhlidir. Deyir ki, vallahi tərcüməsini də başa düşəmirəm. O da daha dəhşətdir. Dil problemi var. Amma Quran-ı Kərim diridir da, biz danışdıqlarımız budur, eşitdiklərimiz budur ki, Quran-ı Kərim diridir. Əgər sən Quran-ı Kərimlə ünsiyyət qursan, Quran-ı Kərim səninlə danışacaqdır. Ən azından insan əgər məlumatı yoxdursa da, dini, elmi, bilgisi, savadı yoxdursa da, mütləq təqva əhli olsa, ona bir yollar açılacaqdır. Allah onunla danışacaq, Quran-ı Kərim onunla danışacaqdır. Deyir, istəsən ki, Allahla danışasan, namaz qıl. Əgər istəsən ki,
Allah səndən danışsın, Quran-ı Kərimi oxu. Ayətullah Meşkini, Allah ruhunu şad eləsin. Bir dəfə cümə namazlarının biri idi, mən tələbə olan vaxtı qumda ondan eşitmişəm. O deyirdi ki, mənə dedilər ki, Qumun kəndlərinin birində bir nəfərin bəsirəti açılıbdır. Mənəvi gözü açılıbdır. Mən bir neçə nəfərlə getdim, deyir, onun ziyarətinə. Mən onu nə cür yoxluyordum, deyir. Məsələn, bir dənə ərəbcə bir cümlə yazdım. Dedim, bu nədir? Dedi, heç elə də ışığı yoxdur, normaldır. Gözü görmür, ha. Hədis yazdım, dedi ki, bu nuranidir. Dedim, ayə göstərdim, dedi ki, bunun nuru, dedi, insanı kör edir. Yəni, bu o qədər parlayır, o qədər işıqlıdır. Dedim ki, sən bunun fərqini hardan bilirsən? Deyir, siz körsunuz. Təsəvvür, biz onu kör sayırıq. O bizə deyir ki, siz körsunuz. Bunun fərqini görə bilmirsinizmi? Sadə bir kəndçi, əkinçi. Deyir, mən soruşdum ki, sən hardan bu məqama çatdın? Deyir, mənim elə bir məqamım yoxdur. Amma elə başa düşürəm ki, mən taxıl əkirəm, deyir. Arpa, indi buğda nəsə əkirəm. Çöldə, deyir, xumusumu ayırıram. Çöldə mənə vacib olan hissi heç evə getmirəm, deyir. Mən elə başa düşürəm, Allahın mənim haqqımda olan lütfünün səbəbi odur. Xülasə, indi insan, ola bilər, əleyhissalam, ola bilər, indi insan ərəb hərflərini tanımayan. Ola bilər, Azərbaycan dilində də savadı az olsun. Amma məna əhlinin, alimlərin, ariflərin bizə tövsiyələri budur ki, siz Quranla ünsiyyət qurun, Quran sizlə əlaqə yaradacaqdır. Quranın dilini başa düşəcəksiniz. Necə ki, insan bir müddət, məsələn, hədislə məşğul olanda, dini mütaliə ilə məşğul olanda Əhl-i Beytin dilini bilir. Bilir ki, məsələn, burada nə demək istəyirdi? Çünki bilgiləri var, bir də ünsiyyəti var. Bir dəfə bir nəfər şikayətlə içəri girdi, deyinə Peyğəmbərin haqqında siz bizə diqqət eləməyirsiniz, siz kasıflara diqqət eləməyirsiniz, belə etirazla girdi məscidə. Peyğəmbər İmam Əli əleyhissalama buyurdu ki, apar onun dilini kəs. Cəmaət hamı narahat oldu ki, nə cür rəftar idi? Peyğəmbər deyir ki, git dilini kəs. İmam Əli əleyhissalam apardı, ondan dərdini soruşdu işte. Yəni, nə lazımdır? Sən bu problemin aradan qalxması üçün, sənin müşkülüyün aradan qalxması üçün nə kömək eləyə bilərəm, nə iş görə bilərəm? Yəni, Peyğəmbərin dilini bilirdi Həzrət Əli əleyhissalam. Alimlərimiz də, böyüklərimiz də, tanıdığımız insanlar görürsən ki, hədislərlə, din elminlə məşğul olanda görürsən ki, Əhl-i Beytin dilini bilirlər, Peyğəmbərin dilini bilirlər və bu cür də olur, əgər insan Quran-ı Kərimlə ünsiyyət qursa, mütləq Allah Teala bunun bilmədiyi şeyləri Quran-ı Kərimdə ayədə də təqvalı olun, bilmədiklərinizi öyrədərəm. Allah Teala buyurur. Siz əgər təqvalı olsanız, pərhizkar olsanız, günahdan çəkilib vacibatlarınızı yerinə yetirsəniz, mən sizə bilmədiklərinizi öyrədərəm. Bu, Quran-ı Kərimin bərəkətlərindən bəziləridir ki, dediyi insan, çox qarilər ola bilər, bu da var, çox qarilər olacaq ki, qiyamət günündə bir ayə oxuya bilməyəcəkdir. Amma insanlar da var ki, qiyamət günündə dedik, onların ayələrinin sayı, əməl elədikləri ayələrinin sayı qədər olacaqdır. Hər kim, məsələn, Quran-ı Kərim vacib elədiyi işləri yerinə yetirib, qadağan elədiyi günahları tərk eləyibsə də, bu insanların hər ayəsinin sayı o qədər olacaq. Əgər indi 6000 neçə yüz ayə ki deyirlər, bu insanlar bu ayələrə əməl eləmiş olsa, bunun kitabı kamil olacaqdır. Kim az əməl eləyibsə də, bunun kitabı nöqsanlı olacaqdır. İnsan çalışmalıdır ki, əməl eləsin, ta qiyamətdə də dili tutsun həmin ayələri oxumağa inşallah. Bu, dedik ki, Quran-ı Kərimi oxumağın bəzi qardaşlar, bir dənə salavat deyin. Allahümmə salli alə Muhammed və əli Muhammed. Dedik ki, Quran-ı Kərimi bu ayda daha çox Quran-ı Kərimlə ünsiyyət qurmaq, əlaqə qurmaq xüsusilə tapşırılıbdır. Əgər insan oxuya bilməsə də Quran-ı Kərimə əlini çəkərək nəzər eləsin
Və hətta Peyğəmbər buyurur ki, o adamlar ki, bunların heç əsini eləyə bilmir, ya məşğuldursa da, onda Quran-ı Kərimi dinləsin. Yəni, ofisdədimi, işdədimi, yoldadımı, Quran-ı Kərimdən ayələr qoysun, dinləsin, ərəbcədə olsa, tərcüməsi olsa, lap yaxşı, ərəbcədə olsa, dinləsin. Peyğəmbər buyurur ki, hər kəs Yasin surəsini dinləsə, Allah Teala ona 1000 növ rəhmət, 1000 növ bərəkət, 1000 növ nur və 1000 növ yəqin o adama ruzi eləyər. Hər kəs Yasin surəsini dinləsə, ki, Quranın qəlbidir və Peyğəmbərin buyurduğu hədisə əsasən ən çox sevdiyi işlərdən biri budur ki, deyir, mən çox istərdim ki, sizin hamınız Yasin surəsini əzbər biləsiniz. Quran-ı Kərimi dinləmək də o ayda çox təkid olunubdur. Hətta o Yasin surəsi ayə də İmam Əli əleyhissalam Ayətəl Kürsünü çox təkid edir. Deyir, hətta Peyğəmbərdən nəql edir. Deyir ki, əgər möminlər bilsəydi ki, Ayətəl Kürsü nədir, yəni buna mərifətləri olsaydı, davamlı və çox oxunmalı Ayətəl Kürsünü özlərinə lazım bilərdi. Yəni, bu mənada ki, vacib eləyərdilər özlərinə Ayətəl Kürsünü oxumağa. Və İmam Əli əleyhissalam buyurur ki, o gündən ki, mən Peyğəmbərdən eşitdim Ayətəl Kürsünü vacib namazlardan sonra oxumağın nə kimi bərəkəti və təsiri var, o gündən mən heç vaxt deyir, Ayətəl Kürsünü oxumağı tərk eləmədim. 2 nəfər cavan tacir gəldi Peyğəmbərin yanına. Peyğəmbərin yanına gəldilər və dedilər, ya Rasulallah, biz ticari səfərə çıxmaq istəyirik. Amma narahatıq, bizim ziyan eləyə bilərik, zərər ola bilər, malımız bata bilər. Yəni, biraz ürəyimizdə şək şübhə var bu səfərin haqqında. Bizə nə tövsiyə edərsən? Peyğəmbər buyurdu ki, mən sizə 2 şey tövsiyə edirəm. Biri budur ki, axşam yatmamışdan öncə qızım xanım Zəhra adına olan təsbihatı deyin, zikri deyin ki, namazdan sonra deyilir. İkincisi də budur ki, yatmamışdan öncə Ayətəl Kürsünü oxuyun. Bu 2 dənə tövsiyəni yaddan çıxartmayın. Hədislərdə buyurulur ki, əgər kim istəsə dünya xeyrinə qovuşa, Ayətəl Kürsünü çox oxusun. Kim istəsə axirət gözəlliklərinə qovuşa, Ayətəl Kürsünü çox oxusun. Gün ərzində bir neçə dəfə, indi hədislər müxtəlifdir, 3 dəfə də var. Bir dəfə deyir, kim oxusa, Allah Teala bir dənə mələk nazil elər onu qorumağa, onun niyyətinin icrasına. Əgər 3 dənə oxusa, 3 dəfə gün ərzində Ayətəl Kürsü oxusa, Allah Teala buyurar ki, mələklərə siz gəlin, o bəndən mənim öz nəzərimdədir, mən onu özüm qoruyacağam. Ayətəl Kürsünün haqqında çox danışmaq olar, Ayətəl Kürsünün xeyri, bərəkəti haqqında. Bir xəzinə kimi deyiblər, möminlərin ixtiyarında olan hədislərin xülasəsini deyirəm. Sonsuz bitməyən sərvət və bir xəzinə kimi deyiblər Ayətəl Kürsünü. Rəmzdir də o Quran-ı Kərimdə, mən bir dəfə yadınızda olsa, Ayətəl Kürsünün təfsirindən də danışmışdıq. Mən çox təkrarlamaq istəyirəm, sözümə qayıtmaq istəyirəm. Niyə Quran-ı Kərimlə biz ünsiyyətdə olmalıyıq? Əvvəla Quran-ı Kərim hidayət kitabıdır. İnnə hazəl Qur'an yəhdi lilləti hiyə əqvəm. Bu Quran-ı Kərim, bu kitab doğru və ən doğru, ən düzgün olan möhkəm yola hidayət edir. Ayələrin birində buyurulur ki, aya o zaman çatmadımı ki, möminlər Allahın zikrinə, Allahı zikr eləməklə və Allahın haqdan nazil elədiyini zikri eşitməklə günahı tərk elə, o zaman çatmadımı? Bir nəfər Hacı Bazari adında bir nəfərdən danışırlar Tehranda. Hacı verə bildi, ondan danışacağım. Bir salavat deyil. Allah'a sallallahu Muhammed və aleyhi Muhammed və aleyhi. Hacı Bazari adında bir nəfərin hadisəsidir. Deyir ki, günlərin birində məscidin həyətində
bəlkə qarşıqlıq düşdü, hay-həşir düşdü. Dedilər ki, bir nəfəri tutmuşuq ki, bu elə buradan oğurluq eləyirdi, cəmaatın ayaqqabısını oğurlayırdı, nə bilim, meçiddən xalça oğurlayırdı. Axır ki, tutduq bu oğrunu. Deyir, cəmaat belə buna hücum eləndə vurub döymək bir qədər Hacı Bazarı özünü yetirir. Deyir, bunu cəmaatın əlindən alır, bir cürə qaçır, deyir buradan. Deyir ki, cəmaat dedi ki, sən bunu niyə bu şəraiti yaratdın? Narahat oldular. Dedi ki, çünki mənim başıma bir iş gəlib. Mən Hacı Bazarı döyüldüm. Hacı Bazarı möhtərəm bir adam olub da, sonralar cəmaat içində sevilən, mömin, əməl salih bir adam olub. Deyir, mən belə bir adam döyüldüm də, mən də küçə adamıydım, deyir. Sıradan bir adam idim. Bir gün deyir, məni həyat məcbur elədik bir oğurluğa gedəm. Oğurluğa gedəndə deyir, ev yiyəsi Quran oxuyurdu. Bu ayəni oxuyurdu Hədid surəsinin 16-cı ayəsində Allah Teala ki buyurur: O gün çatmadım, ələm yəni lillezine amenu en təxşəə qulubuhum li zikrillah və ma nəzələ minəl haqq. Aya möminlər üçün o gün çatmadı mı ki, Allahı yad eləməkdən və Allahın həqdən nazil elədiyini eşidəndə qayıtsınlar, tövbə eləsinlər. Möminlər üçün o gün çatmadı mı? Mən deyir, bu ayəni eşitdim, xəcalət çəkdim, deyir. Tövbə elədim, deyir. O gündən qayıtdım Allahın yolunda, sonunda Hacı Bazarı oldum. Və Quran-ı Kərimlə yeri gələndə bir ayə də insanın hidayətinə yetərlidir. Bir kitab yox. Kitab insanı hidayət elər, bu ibtidaidir, əvvəlidir. Hidayət Quran-ı Kərimin bərəkətlərinin əvvəlidir. Amma sonrası ucaldar. Yəni, insanı mənəvi inkişafa, mənəvi zirvələrə yetirər. Quran həm elmdə də o cür, həqiqətdə də o cür, mərifətdə də o cür. Yəni, hidayət başlanğıcıdır. Əgər Quran-ı Kərim nuraniyyətindən istifadə edib hidayət olsa, arxası da gələcək. O mənəvi zirvələri fəth eləmək də gələcək, hikmət də gələcək, mərifət də gələcək. O bəsirət ki deyil, əslində Quran-ı Kərimdədir bu. Allah-u Teala inşallah bizi danışdığımıza və eşitdiklərimizə əməl edənlərdən qərar versin. Allah inşallah bizi bir-birimizə mehriban qərar versin. Allah bu cümə gününün ehtiramına nə qədər xəstələr varsa da şifa versin. Allah ölənlərimizi bağışlasın, Allah atamamızı bağışlasın, Allah qiyamət günü eybimizin üstünə pərdə çəksin. Heç inşallah Peyğəmbərin belə bizim o günahlardan xəbəri olmasın. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus-samad, ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuvan əhəd. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme salli ala Muhammed və ali Muhammed və əcil fərəcəm. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Abil Qasimil Mustafa Muhammed ve ala alihi etyarinel etyarin siyyama baqiyetillah fil arazin ve salli ala aliyyin amiril mu'minin ve Fatimetez Zehra seyyideti nisa'il alemin ve salli alel Hasan vel Hüseyin seyyidi şebabi ehlil cenne ve ala Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Halefil Qaimil Mehdi eccelallahu teala ferecahu's şerif. İbadallah, usikum ve nefsi bitəqvallah. Allah bəndələri, əziz möminlər, əziz möminələr, bir daha özümü və sizi təqvalı olmağa çağırıram. Bildiyiniz kimi mübarək Rəcəb ayında bir çox əlamətdar günlər var. Əvvəlini bildiniz, İmam Baqir əleyhissalamın təvəllüd günü idi. Bu ayda qarşıda
13 Rəcəb ayının 13-ü İmam Əli əleyhissalamın təvəllüdüdür. Rəcəb ayının 27-si Məbəs bayramıdır. O əlamətdar günlərdən biri Rəcəb ayında İmam Əli əleyhissalam Xeybər qalasını fəth elədi. Rəcəb ayının elə ilk cüməsi bu günündə Yəmənlilər xüsusilə bayram tutur, Həzrət Əli əleyhissalamın Yəmənə qədəm qoyduğu gündür. Yəni, əlamətdar günlər, mənalı günlər Rəcəb ayında çoxdur, xoş günlər çoxdur. Ramazan ayında Allah inşallah bu dəyərli günlərdən istifadə eləməyi hər birimizə ruzi və tövfiq versin inşallah. Mən ona görə də bu mövzu, bu ikinci xütbəmizin mövzusunu daha çox Həzrət Əli əleyhissalamdan danışmağa həsr elədim, niyyət elədim. Bir dənə sualın cavabı ətrafında danışmağa çalışacağım. O da budur ki, Peyğəmbər Məbəs də dedik bu aydadır. Məbəsin şirəsi, xulasəsi buyurdu ki, Ya əyyuhər rəsul, Əuzu billahi minəşşeytanirracim, Ya əyyuhər rəsul, bəlliğ mə unzilə ileykə min Rəbbik. Mənim Peyğəmbərim, Rəbbindən sənə nazil olan cəmaata çatdır. İn ləm təfəl fəma bəlləğtə risalətə. İn ləm təfəl biha fəma bəlləğtə risalətə. Əgər bu dediyimə əməl eləməsən, sanki heç Peyğəmbər belə deyildin sən. Allah Teala Peyğəmbərə bu cür ciddi tapşırıq verir. Dediyimi cəmaata çatdır. Özü də demir ki, deyir ki, çatdır. Bəlləğ, çatdır. Bu Peyğəmbərin nübüvvətinin xülasəsi, şirəsi nə idi? Peyğəmbər Həzrət Əli əleyhissalamın öz yerinə müsəlmanların vəlisi, rəhbəri və imamı olaraq təyin edir Allahın əmri ilə. Amma niyə? Çünki Peyğəmbərin əmsi oğlu idi, çünki Peyğəmbərin kürəkəni idi. Buna görəmi? Yoxsa Həzrət Əli əleyhissalam bunu uşaqlığından böyüklüyünə qədər, şəhadətinə qədər İslam və İslam Peyğəmbərinin fədakarlıq göstərdi, onlara xidmət elədi. Yoxsa buna görə idimi? Xülasə bir neçə kəlmə bu haqda danışmaq istəyirik. Deməli, əvvəla dedik ki, Rəcəb ayı Həzrət Əli əleyhissalamın doğum günüdür, həm də 13-cü Rəcəb ayının. Allah Teala Həzrət Əli əleyhissalamı doğulanda dünyaya təqdim elədi. Elə bir şəkildə dünyaya gətirdi ki, bütün aləmin diqqətini Kəbəyə çəkdi. Və Həzrət Əli əleyhissalamın doğulmağını, dünyaya gəlməyini qeyri-adi şəkildə dünyaya gətirdi. Məşhur hadisənin Həzrət Əli əleyhissalamın anası Fatimə binti Əsəd uşağı dünyaya gətirmək istəyəndə getdi Allahdan Kəbənin yanında dua elədi. Allahdan istədi ki, bu uşağın sağlam və asan dünyaya gəlməsi üçün buna yardım eləsin. Kəbənin divarı ayrıldı. Həzrət Əli əleyhissalamın anası daxil oldu və İmam Əli orada dünyaya getdi. Xəbər çatdı Kəbənin mütəvəllisinə. Açarı getdilər, nə qədər çalışdılar, qapıyı aça bilmədilər. 3 gündən sonra çıxdı qucağında İmam Əli əleyhissalam uşaq və dedi ki, Allah məndən istədi ki, bu uşağın adını Əli qoyun. Ona qədər də İmam Əli əleyhissalama qədər heç kimin adı Əli deyildi. Ərəb dilində çox adlar var idi, Ərəb dünyasında çox adlar var idi. Bu adlar ki, bilirsiniz, ilk öncə Həzrəti Muhammed sallallahu aleyhi və səlləm qoyulubdur. İlk olaraq Peyğəmbərə qoyulub bu ad, bir də ilk olaraq Həzrət Əli əleyhissalama qoyulubdur. Bu ad bu iki şəxsdən öncə heç kimdə olmayıbdır. Anası dedi ki, məndən bu uşağın adını Əli qoymağımı istədilər. Uşaq bu cür dünyaya gəldi, dünyanı heyrətə gətirdi, qiyamətə qədər də danışılacaq sözdür. Ona qədər və ondan sonra hələ Allah evində heç kəs dünyaya gəlməyibdir. Bu Əli əleyhissalama xas olan təkrar olunmaz fəzilətlərdəndir. Uşaqlıq dövrü Peyğəmbərin bilirsiniz, xidmətində oldu. 5-6 yaşında İmam Əli əleyhissalamın atasının maddi durumu çətin olduğuna görə
bir neçə əmi uşaqları, bu İmam Əli əleyhissalamın qardaşlarını götürüb, Peyğəmbər də Həzrət Əliyi götürdü. Və Peyğəmbərin öz tərbiyəsində böyüdü İmam Əli əleyhissalam. Bir neçə yaşına çatdı, 10 yaşını təxminən İmam Əli əleyhissalam və Peyğəmbər Allah tərəfindən məbus oldu. İlk olaraq qohum əqrabalarına Peyğəmbər yığdı, öz Peyğəmbərliyini elan elədi. Orada ilk müsəlman da Həzrət Əli əleyhissalam oldu. Yəni, uşaqlığı da, uşaqlıq zamanından da Peyğəmbərin tərbiyəsindən böyüdü. O uşaqlıq məqamından da Peyğəmbərə dəstək olmağa çıxdı. Yəni, bu Həzrət Əli əleyhissalamın cavanlığı 22-23 yaşında, bilirsiniz, Quran-ı Kərimdə ayədə buyurur ki, o kəslər ki, Allah razılığı yolunda öz canlarını satarlar. Bu İmam Əli əleyhissalamın haqqındadır, şəksiz, şübhəsiz, yenə təfsir alimlərinin məzhəbindən asılı olmayaraq, hamısının yekdilliklə qəbul elədiyi ayədir. Bu ayənin təfsirində sözləri budur ki, bu ayə İmam Əli əleyhissalam haqqında nazil oldu. Peyğəmbərə can təhlükəsi olanda Allah Taala əmr elədi ki, Peyğəmbər Məkkəni tərk eləsin və düşmənlər Peyğəmbərin evi tərk elədiyini, şəhəri tərk elədiyini anlamasın deyə qərar idi ki, yerində bir nəfər yatsın, çırağı yandırsın axşam və kənardan baxsalar görsünlər ki, evdə bir insan var. Həzrət Əli əleyhissalam yorğanı başına çəkmişdi. Bu işdə bütün tayfaların əli qana bulaşsın deyə 40 dənə tayfadan 40 dənə döyüşçü seçmişdilər. Ki, daha heç kəs bir-birini ittiham eləməsin deyə. Peyğəmbəri qətlə yetirilmək istəyirdilər və Həzrət Əli əleyhissalam Peyğəmbərin yerində yatdı, özünü Peyğəmbərə, Allah dininə fəda elədi və gəldilər, gördülər ki, yerdə yatan Həzrət Əli əleyhissalam. O zaman cəmi 22, ya bəzi tarixçilərə görə 23 yaşı var idi, cavan bir oğlan idi. İmam Əli əleyhissalam buyurur ki, Allaha and olsun, 40 tayfa yox, bütün ərəb dünyası yığılıb üstümə gəlsəydi, yenə qorxmazdım. Yəni, bu yolda Allahdan başqa heç kəsdən qorxum olmubdur. Bu da İmam Əli əleyhissalamın şücaətli addımlarından biri idi. Ya məsələn, dedik, Rəcəb ayı Xeybərin fəthidir. Ayın 14-ünə düşür, səhv eləməsəm, inşallah o gündən bağlı mərasimimiz olacaqdır. Qardaşlar elan edirlər yəqin. Peyğəmbər Xeybər biləsiz yəhudilərin alınmaz 7 dənə qalalarından idi. Çox hərbi istehkamları idi, oraya girmək qeyri-mümkün idi. Peyğəmbər bunlara müharibə başlatmamışdı. Başqa Peyğəmbərin əxlaqı və sünnəti kimi. Amma o qalalardan çıxırdılar, müsəlmanlara hücum edirdilər və müsəlmanlara zərər yetirirdilər, bəzən qətlə yetirirdilər. Peyğəmbər məcbur oldu ki, bunlara qarşı müharibə elan eləsin. Dediyim kimi, 7 dənə qaladan istehkamdan ibarət idi. 2 gün sərkərdə göndərdi, əskər göndərdi, döyüşçü göndərdi, heç kəs o qalanı ala bilmədi. 3-cü gün Peyğəmbər 2-ci gün sonrası dedi ki, mən sabah bayrağı, pərçəmi, İslam bayrağını o şəxsə verəcəm ki, o heç vaxt Allah yolunda döyüşdən qaçmayıbdır. Allah onu sevir, o da Allahı sevir. Çünki o qalanı almaq qeyri-mümkün sayılır bu zaman üçün. Yuxarıdan üstlərinə ərinmiş nələrsə tökürdülər, qaynar su tökürdülər, əsgərləri yandırırdılar. Sabah Peyğəmbər gəldi, əsgərlər də bilirlər ki, Peyğəmbər tərif elədiyi bir şəxsə bu bayrağı verəcəkdir, bu işi tapşıracaqdır. Cümə günündə biraz da göləkdir, hamısı belə qaz kimi süysününü qabağa verirdi, boynunu qabağa verirdi ki, baxdılar ki, Peyğəmbər gəzir belə gözünlə ki, kimə deyim, kimə deyim. Hamısı deyib boyunlarını uzadırdılar ki, bəlkə Peyğəmbər məni görə mənə verə. Baxdı, dedi, hanı Əli? Yenə. Dedi, Əli hana? Dedilər, ya Rasulallah, Əli göz ağrısı var idi, şiddətli, gün gələ bilmədi və əskərlərin arxa cəbhədə xidmətindədir. Yemək hazırlayır olan müşküllərin həllindən məşğul. Peyğəmbər buyurdu, gedin xəbər eləyin gəlsin.
Gəldi Həzrət Əli əleyhissalam Peyğəmbərin əmrindən gəldi və Peyğəmbər öz ağzının suyundan İmam Əli əleyhissalamın gözünə çəkdi. İmam Əlinin gözü şəfa tapdı və bayrağı verdi İmam Əli əleyhissalama. Bilirsiniz, burada İmam Əli əleyhissalam indi bir əlinlə ya bir barmağından müxtəlif şəkillərdə nəql ediblər hədisləri. İmam Əli əleyhissalam Xeybəri aldı və o millət ki, İslamla düşmənçilik eləyirdilər, onların çöküşünə səbəb oldu. Bu İmam Əli əleyhissalamın o xidmətlərindən biridir. Ya məsələn, Uhud müharibəsi ki, müsəlmanlar bilirsiniz, qələbə çalmışdılar. Uhud müharibəsində Peyğəmbərin o adamları ki, dağların keçid yerinə qoymuşdular. Allah qismət eləsin, gedin görün o çölləri Allah hacılara göstəribdir, bir daha yenə göstərsin. Orada müsəlmanlar qələbə çalandan sonra bəzilərinin tamahından, bəzilərinin səhvindən müşriklər təzdən özlərini toparladı, müsəlmanlara hücum elədilər və bir çoxlarını şəhid elədilər İslamın ən mühüm şəxsiyyətlərindən. Az qaldı ki, Peyğəmbər özü də şəhid ola müharibədə. Və bunlar şayə yaydılar. Şayə yaydılar ki, Peyğəmbər də öldürülübdür. Çoxları da ona görə qaçdı. O, sonra xəlifəli iddiası eləyənlərin bəziləri deyirlər ki, 3 gün qaçmışdı. 3 gün qaçdı, deyir, ürək çartlayırdı, deyir, qorxudan. Peyğəmbəri müharibədə qoydu, qaçdı düşmənlərin arasında. Həzrət Əli əleyhissalam deyir, bütün döyüş taktikalarını deyir, orada icra elədi. Ən böyük fədakarlıqlarını Həzrət Əli əleyhissalam bəlkə də orada elədi. Zülfüqar da orada İmam Əli əleyhissalama hədiyyə olundu Peyğəmbər tərəfindən. 50 nəfərlikdir əskərlər hazırlamışdılar, döyüşçülər hazırlamışdılar, məşhur pəhləvanlarını. 50 hücum edirdilər Peyğəmbərə. Həzrət Əli əleyhissalam orada bütün fədakarlıqlarını göstərdi. 6 nəfər ya 7 nəfər qalmışdı, 6-sı kişi, bir də qadın Nəsibə adında. Əri də şəhid oldu, oğlu da şəhid oldu. Tarixi yadımdadır, özü orada şəhid oldu ya olmadı. Yəni o 6 nəfər ki qalmışdı, biri də İmam Əli əleyhissalam idi. O qədər qılınc, nizə yarası almışdı, deyir. İmam Əli əleyhissalam deyir, həkim gəldilər. Dedilər ki, daha bu elə bir ət parçasıdır, döyülmüş ət parçasıdır. Bu da yaşamağı qeyri-mümkündür. Peyğəmbər deyir, ağladı, dedi, ilahi bunu məndən alma, mənim Əlidən başqa heç kəsim yoxdur. Peyğəmbərin duasından İmam Əli əleyhissalam şəfa tapdı. Bu bir hadisəsidir. İmam Əli əleyhissalamın fədakarlığından, İslama göstərdiyi o xidmətlərindən danışdıqca həqiqətən bitməz. Bu dəryadan damladır danışdıqlarımız. Bir də Adiyyat surəsinin, mən tərcümə eləmirəm, məzmununu deyirəm, vaxt almayaq. Adiyyat surəsinin, mən bir dənə Türkiyəli dostlardan eşitmişdim ki, o deyirdi, mən Mövlananın ziyarətində idim, deyir. Oradan çıxanda gördüm bir içki məclis dükanında, içki satılan dükanında bir dənə dini kitab da var. Aldım, dedim ki, yəni bu kitab burada satılmasın, bəlkə elə ehtiyacdan satır. Dedim ki, yəni bunu alsam, yenə satacaqsanmı? Dedi, yox, satmaram. Baxdım, deyir, müəyyən Mövlananın əsərlərindən yazılmışdı. Bir də deyir, bu Adiyyat surəsinin təfsirini yazmışdı, şən-i nüzulunu yazmışdı. And olsun, tövşüyərək düşmənə tərəf irəliləyən atlara, bu surənin ilk bir neçə ayələrini, and olsun, ayaqlarınla daşa vurub qılıncını çıxardanlara, and olsun toz qopardıb düşmənin mərkəzinə hücum edənlərə sübh çağında. Bunun da bir təfsirinə, izahına baxdım, gördüm ki, bu orada deyir ki, bu surə ilk ayələri xüsusilə Həzrət Əli əleyhissalamın haqqında nazil olubdur. Özü də bizim əhl-i sünnət qardaşlardandır. Bu mənə dedi bu şeyi, danışmışdı. Amma mən öz təfsirlərimizdə baxdım, gördüm bizim Əllamə-i Təbatabai, Allah onu şad eləsin, Əl-Mizanda da nəql edib bu hadisəni. Məcməül-Bəyan təfsirində nəql edib. Deyir ki, Bəni Süleym tayfası Peyğəmbərə
Peyğəmbəri qətlə yetirmək istəyirdilər. Və Peyğəmbər o iddialı adamları bir-bir çağırdı. Onlar döyüşkən bir xalq idilər. Günün terminindən desək terrorçuydular. Pulla, sifarişlə qətl edirdilər, adam öldürürdülər. İslam düşmənləri onlara Bəni Süleym tayfasına pul vermişdi ki, Peyğəmbəri də qətlə yetirin. Bu xəbər də Peyğəmbərə çatmışdı. Peyğəmbər o iddia edənlərə, mənəm deyənlərə, meydandan qaçanlara sonralar onları da çağırdı. Dedi ki, belə bir təhlükə var, onlarla döyüşün, onları təslim eləyin, ya onlarla razı salın. Onlar dedi, hansı tayfadır? Deyəndə ki, Bəni Süleym tayfası dedi, ya Rasulullah, bizim görə biləcəyimiz iş deyil. Bu işi bizdən istəmə. Biz bacarmarıq bunu. Axırda yenə Peyğəmbər həmişə olduğu kimi Həzrət Əli əleyhissalamı çağırdı. Dedi ki, Bəni Süleym tayfasından döyüş. İmam Əli əleyhissalam buyurdu, hara qədər? Peyğəmbər buyurdu ki, la ilahə illallaha qədər. Yəni, ya qətlə yetirəcəksən onları, ya da ki, müsəlman olacaqlar, kəlmə-i şəhadəti deyəcəklər. Həzrət Əli əleyhissalam deyir, axşamdan atların ayağının altına keçə bağladı, səsi olmasın. Sübh çağında onlara hücum elədi və qətlə yetirdiyini qətlə yetirdi və bəzilərini də əsir tutdu, zəncərə bağladı. İplə bağladı ayaqlarını Peyğəmbərin xidmətinə gətirdi. Peyğəmbər ilk olaraq, səhabələr nəql edir, ilk olaraq Adiyyat surəsini həmən günün sübh namazında oxudu, deyir. Biz ona qədər bu surəni eşitməmişdik. Yəni, bu hadisə ki, baş verdi, bu ayənin, bu surənin şən, nüzulunun səbəbi buydu. İmam Əli əleyhissalamın fədakarlıqlarından danışırdıq. Ona görə üzürü sanki söz uzandı, amma həqiqətən İmam Əli əleyhissalamın o fəzilətinin dəryadan bir damlası böyük. Danışdıqlarımız çox danışmaq olar, günlərlə danışmaq olar, 100 cildlərlə kitablar yazılıbdır. Bir belə şəxsiyyət ki, dedim, qarşıda məbəsdir, məbəsin xüsusi tapşırığıdır Allahın ki, Həzrət Əli əleyhissalamın vilayətini müsəlmanlara Peyğəmbər vacib eləsin, elan eləsin və Peyğəmbər həm də buyurdu ki, orada o sirlər, kodlar da var. Deyir ki, Əli yaxşıların mövlasıdır. Əli möminlərin mövlasıdır. Mömin olan özünə vəli biləcək Əli. Mömin olmayanda təbii ki, Həzrət Əli əleyhissalamı tanımayacaqdır. İmam Əli əleyhissalamın vilayətini Peyğəmbər xüsusilə tapşırdı və elan elədi ki, hər kəs, sonra dua elədi, dedi ki, hər kəs əlini sevsə ilahi, sən də onu sev. Hər kəs əli ilə əliyə kömək eləsə, sən də ona kömək ol. Hər kəs əli ilə düşmən olsa, sən də ona düşmən ol. Allah inşallah bizi Həzrət Əli əleyhissalamın vilayətində olanlardan qərar versin inşallah. Bismillahirrahmanirrahim. İnna a'teynakal kavsar. Fəsalli li rabbikə vənxar. İnnə şənəəkə huval abtar.